Salam, necəsiz? Quba günlüyü, xoş gəldin. Ürəyim, sənə yazmışdım səhər-səhər, canımsan. Gələcəm inşallah, gələn ay kişimin ad günüdür. Götürüb gəlirəm ora. Prado 2013-dür. Boş. Orada. Pravasız, yox qurban olun, pravasız başa düşmədim. Biz balaca bir şirkət deyilik ki, 2 dənə maşınımız yoxdur. Məsuliyyətsiz iş də görmürük. Sənə pravan olmaya maşın verək. Birincisi sən oxu, yol hərəkət qayda qanunun bil, sonra prava al, sonra gəl bizdən maşın götür. Qurban olaram sənə. Başıva dönərəm. Doludur 20 manata günlüyü öyrədirlər. Nə bilim ata öyrətsin, qardaş bacı öyrətsin sənə. Öyrən gəl, 2 il ən azı stajın olmalıdır, 21 yaşda yaşın olmalıdır. Elə şey olmaz ki, biz sən verərik, özümüzdə bədbəxt eləyərik, sən də bədbəxt eləyərik. Nüşün, çox sağ olun. Əleyküm salam. Siz necə? Bəli, var. Deməli, elantralarımızın ili 2014-dür. Qiyməti cəmi 60 manatdan başlayır bir günlük. Amma mən onu sizə verəcəm rayona 50 manata, şəhər daxili 40 manata. Çox sağ olun. Ünvanımız hardadır? Ünvanımız Yeganə Şadlıq Sarayının arxasında Ego Otelin həyəti. 230 manat götürün, gedin rayona. Bir günlük götürsəz belə sizə bəsdir, canım mənim, canım mənim. Saç rəngi yeri var. Doğrudan canımsız. Niyə birimiz qabağa gedəndə başqası ona paxıllıq edir? Bu qohumlar, qonşular arasında belədir. Quba günlük, nə bilim, bəlkə də, nə bilim. Ən ucuz maşın neçəyədir? 49 manatdan başlayır maşınlarımızın qiyməti qızlar. 49-dan başlayır 250 manata qədər. Maşın verə bilərəm, 2 maşın. Maşın götürürsünüz? Yox. Xeyr, götürmürük. Təəssüf ki, bizim avtomobillərimiz özümüzə məxsusdur yalnız. Nərmin, gözəl qızım, təzə şirniyyatlar ehtiyacınız olar. Çox sağ olun, təşəkkürlər. Nə gözəlləşmirsən, gözəl gününüz olsun. Burada artıq əski, boş verin Quba evlər. Narahat olma, gözəlim. Arenda versiz, bəli, arenda veririk. 10K oldu, çox sağ olun, təşəkkürlər, göstərəcəm. Qaşlarım necə belə olub, başa düşmədim. Qaşıva nə istifadə eləmişsən? Laminasiyadır qaşınız? Yox, əzizim. Saat hansı modeldir? Bu axırıncıdan təzə, bu axırıncı çıxandan bir seriya qabaq. Elə bir ki, bundan sonra biri çıxdı, Fişa qadını nömrə 1-dir. Bəli, canım mənim. Pis yazan özünə hörmət eləmir. Təbii ki, özünə hörmət eləmir. Tük əkdirmişsiniz? Yox. Bu səfər and içərəm ki, qaşım özümündür, təbiidir. Müdaxiləsi yoxdur. Xanım, övladınız neçə günə sağaldı, oğlunu kəstirməliyəm. Oğlum neçə günə sağaldı? Nə bilim, 10 günə, 7-10 gün arası. Baxır da sizin anatomiyadan, insan bədənindən çox şey asılıdır. Uşaq var, bədən var, hormon var ki, tez məsələm. Mən özüm 3 estetik əməliyyat görmüşəm. Estetiklərim o qədər rahat keçib ki, hiss eləməmişəm. Məndə də uşaqlarım yaxşı keçirdi ümid. Düzdür, biraz belə qızartdaq falan oldu. Siz bezdirir, adamı bezdirir uşaq. Ay, ağlayır, zırıldayır, yemək yemir. Bayıra çıxanda ağrı incidir. Nə bilim, belə də çox, belə. Amma elətdirməlisiniz mütləq. Qışda olar ki, nə dəxli var ki, mən 5 yaşı olacaq fevralda. Hə, əlbəttə ki. Ay qız, mən şeylə gecikmişəm, valla. 5 yaşı var, 5 yaşda uşağı apararlar indi.
bütün o psixologiyasını korluyur. Narkozla elətdirdim, bəli. Bəli, daimi iş yerimdə. Mən 11 aylığında, valla mən də 3 günlüyündə elətdirmək istədim, atası qoymadı. Yazda olmaz kəstirmək, qızlar. Çalışın əməliyyatlarınızı yaz ayında elətdirməyin. Çünki bilirsiniz niyə? Onda qanın oynayan vaxtı da bir mənalı olaraq o da sizin üçün riskdir. Qan axmanız daha çox ola bilər. Çünki qan dəyişir də, fəsil dəyişir, hava dəyişir. Qanınız istər-istəməz qanınıza mikrob düşür. Nə bilim, güllərdən, çiçəklərdən, meyvələrdən, bitkilərdən, havanın özü olsun.